Həyat çalışan insanı mükafatlandırır. Həyat qorxmadan, heç kəsin fikrinə baxmadan, qınaqlara, utanclara baxmadan hərəkət edən insanı mükafatlandırır. Böyük hədəfi olan o hədəfi deməkdən qorxmayan insandır. Hədəfinizi o qədər dilə gətirməlisiniz ki, artıq o sizin üçün əlçatılan olsun. Həyatdan böyük şeylər arzulamaqda heç nədən qorxmayın. Hər kim sizə desə ki, bu hədəfinizə çata bilməyəcəksiniz, onun sözünə inanmayın. Utanan, çəkinən uşaqların içində elə böyük bir dahilərin istedadı yata bilər. Əgər bu utancaqlıq ömrünün sonuna kimi davam eləsə, o içində olan istedadı üzə çıxarda bilməyəcək. Sən inanandan sonra bu yolda kim nə deyirsə desin, onun sözlərinə qulaq asmayın. Sevilən bir yazarın, publisistin bu günləri bizim təhsil kompleksində qonaq olması, bizim həmkarlarımızla, şagirdlərimizlə birbaşa ünsiyyətdə olması, düşünürəm ki, şagirdlərimizin də, eyni zamanda həmkarlarımızın da həyatında xoş bir hadisədir. Bizim ölməz şəhidimizin, qəhrəmanımızın adını daşıyan təhsil kompleksində çıxış eləmək mənim üçün 2 qat məsuliyyətdir, 2 qat şərəfdir, 2 qat fəxirdir.